Bugün sizlərə varlı ilə kasıb düşüncəsinin fərqini deyəcəm. Pul yoxdur, amma fərqimiz düşüncədədir. Varlı adamın cibinə pul gəldikdə oturub düşünür ki, bu pulu necə arta bilərəm? Banka qoyum, üstünə faiz gəlsin, yavaş-yavaş dövrəyə eləyər. Bir ticarətə başlayım kiçikdən. Bilgim yoxdursa, gedim öyrənim, maraqlanım, məhsul satım, reklam edim, yavaş-yavaş özünü dolasın. Kasıb düşüncəyə isə pul gəldikdə deyir ki, hə, telefonumu dəyişməli idim. Gedim özümə əyin baş alım, biraz yeyim, içim, kef eləyim. 5 günlük dünyadır. Krediti bağlayım, onsuz da gələn ay maaş gələcək. Gedim özümü qonşuya göstərim, güya mən də imkanlıyam. Onda var, məndə də olmalıdır. Yəni pulunu boş-boş şeylərə xərcləyir, sonra oturub deyinir ki, bu həyat boş şeydir, 5 günlük dünyadır, düzəməlli yaşaya bilmirik. Varlı düşünür ki, bugün dözüm, sabah mənim üçün rahat olacaq. Kasıb düşünür ki, bugün yeyim, için şəllənim, sabaha Allah kərimdir. Yəni ki, biri gələcəyini qurur, biri isə bugününü yaradır. Varlı kredit götürür ki, gələcəyini qursun. Ticarətə qoyum, işimi böyüdüm, gəlirim gəlsin. Kasıb isə krediti götürür ki, qonşudaş kimi mebel alsın, ona özünü göstərsin. Yəni qonşudan geri qalmasın. Biri kreditlə sərvətini qurur, o biri isə kreditlə özünü aldadır. Varlı deyir ki, pulum azdırsa onu çox qazanmalıyam. Kasıb deyir ki, onsuz da maaşım azdır, güya nə dəyişəcək ki? Varlı bacarmadığı şeyləri öyrənməyə çalışır. Onu bilmirəmsə öyrənəcəyəm deyir. Amma kasıb deyir ki, onsuz da mənlik deyil. Mən elə-belə adamam. Varlı puldan istifadə edir. Çünki pul onun üçün alətdir. Kasıb isə pula qulluq edir. Pul üçün kreditə girir, borclanır, özünü sıxır. Sonda da bunu deyirəm. Pulun az ola bilər, amma düşüncən kasıb olmalı deyil. Varlı olmaq maaş ilə başlamır, düşüncə ilə başlayır. Hər birinizə uğurlar arzu edirəm, düşüncələrinizlə dəyişin. Asport düşüncələrdən çıxmağa çalışın.